Şəki şəhər İcra Hakimiyyəti Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin yeni korpusunun tikintisinə icazə verib. Yenavaz.com xəbər verir ki, İcra Hakimiyyəti yeni korpusun tikintisinə 11 iyun 2025-ci il tarixli bir sayılı sənəd əsasında icazə verib. Açıqlanan məlumatlarda göstərilir ki, 30 dekabr 2024-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə, həmçinin 26 fevral 2025-ci il tarixində tikinti layihəsinə dair müvafiq ekspertiza rəyləri verilib. Bildirilir ki, tikintisinə icazə verilən məktəbin tikinti sahəsi 1109 kvadrat metr, ümumi sahəsi 3327 kvadrat metr, mərtəbələrinin sayı isə 3 olacaq. Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusuna Dövlət Reyestri tərəfindən 18 oktyabr 2025-ci il tarixli müvafiq kodu verilib. Məlumat üçün onu da bildirək ki, Şəki şəhəri Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusunun sifarişçisi millət vəkili Cavanşir Əyyuboğlu Feyziyevdir. Qeyd edək ki, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəb Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir. Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin 3 mərtəbədən ibarət olacaq yeni korpusunun tikintisinin hansı mənbələrdən maliyyələşəcəyi barədə sualımızı millət vəkili Cavanşir Feyziyevə ünvanlasaq da cavab ala bilmədik.